Canlı açıb, baxış, pul dilənən qadınlar. Bildik ki, bunların ağlı, abırları əldən gedib. Bəs bunların qeyrətini çəkən biri yoxdur? Bir ata, qardaş, əmi, dayı. Bu qadınlara biri yolda sataşsa, əli qeyrətə gələr ki, sən kimsən mənim yoldaşıma söz atırsan? Küçədə yoldaşının qeyrətini çəkə bilir, amma canlı açıb kişilərlə görüb danışanda özü də alqışlayır. Biz hardan hara gəlmişik? Niyə bu günlərə qalmışıq? Hardadır keçmişdə olan qeyrətli kişilər, əxlaqlı xanımlar? Bunlara da bildik ki, yollarını azıb. Bəs bunlara baxan, dəstək olan, baxış, pul qazandıranlara nə ad vermək olar? Ya onlar kimi canlı açıb pul diləndin, ya da baxış qazandırdın, nə fərqi var? Hələ bəziləri də var, deyir mən onları dəstəkləmirəm. Sadəcə videolarına baxıram ki, görüm söhbət nədən gedir. Sən bilmirsən ki, marağa baxmağın əslində onların xeyrinədir? Elə onlar da bunu istəyir. Niyə onların tələsinə düşürsüz? Bu maraq nəticəsində öyrəndiyin sənə nə qazandıracaq? Kaş bu maraqlarımızı dini və dünyəvi elmlərə, inkişafımıza, kitablara xərcləsəydik. Onda bu qədər mənasız, cahil insanlar olmazdı.